əməliyyatından sonra insanın danışığında, hərəkətində hansısa bir dəyişiklik ya pozulmalar müşahidə oluna bilərmi? Bizim beynimiz qeyd edim ki, hər nahiyəsinin özünün bir funksiyası var və yerləşən patologiyaya uyğun olaraq müəyyən bir funksiyalara təsir edə bilir həmin patologiyalar. Məsələn, bizim sol tərəfimizdə əgər bir patoloji bir proses varsa, bizim sağ tərəfimizə təsir edəcək. Sağda varsa, sol tərəfimizə təsir edəcək. Və yaxud da sol tərəfdə varsa, bu xəstənin danışığında problem yaranacaq. Sağda varsa, danışığı normal qalacaq. Bu o xəstələr üçün uyğundur ki, sağ əlli insanlarda danışıq mərkəzi solda yerləşir, sol əlli insanlarda isə sağda yerləşir. Mənim belə bir xəstəm olub, çox maraqlı olub. Mən xəstənin sağ əlli, sol əlli olmasını əməliyyatdan sonra bilmişəm. Demişəm ki, bəs necə? Çünki tam qorxurduq ki, əməliyyat zamanı nitqində problem yaranar. Əməliyyatdan sonra düzdür, xəstədə heç bir problem olmaz. Təsadüf soruşanda ki, bəlkə sən soluqaysan, xəstə deyir ki, mən soluqayam. Yəni belə bir təsadüflər də ola bilir. O səbəbdən də əməliyyat öncəsi dəyərləndirmək lazımdır, patologiya hardadır və bu barədə xəstə yaxınları məlumatlandırılmalıdır ki, əməliyyatdan sonra filan risklər olma ehtimalı var. O demək deyil ki, olacaq, ehtimalı var. Bu cərrahi planlama çox önəmlidir, qeyd etdiyim kimi.